Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim Şıxəliyev, yenidən qarşınızdayam. Bu günləri sizin üçün daha da maraqlı və eləcə də düşündürücü mövzulardan biri olan parta şagird məsələlərinin video izahına və eləcə də test izahlarını çəkəcəm. İnanıram ki, sizlər üçün faydalı və maraqlı olacaq. Başlayaq dərsimizə. İlk öncə sizlərə bildirmək istərdim ki, parta şagird məsələləri əsasən nümunə üzərində izah olunduqda daha effektiv və daha aydın olur. O səbəbdən mən 3 nümunə üzərindən bu mövzunu sizə izah etməyə çalışacağam və sonuncu nümunəni isə sizlərlə birlikdə həll edərək doğru cavabı tapmağa çalışacağıq. Başlayaq birinci sualda. Nümunə 1-də bizə verilir ki, əgər şagirdlər 2-2 olaraq sıralara otursalar, 7 şagird ayaq üstə qalır. Uşaqlar 2-2 sıralara otursalar, 7 şagird ayaq üstə qalır. Və deyir ki, əgər 3-3 otursalar, onda 2 sıra boş qalır. Təsəvvür edin, məktəbdəsiz və siz partalara 2-2 oturursunuz, 7 nəfər, üzr istəyirəm, sinif yoldaşınız ayaq üstə qalır. Bu halda siz əgər 3-3 partalara əyləşsəniz, bu halda sizin 2 dənə sıranız boş qalacaq. Gəlin biz bu məsələ şərtinə görə sıraların da sayını tapaq, şagirdlərin də sayını tapaq. Bu halda nə edirik? Əgər uşaqlar sıralar 2-2 oturublarsa, mən sıraların sayını bilirəm, mən bilmirəm. Siz sıraların sayını bilirsiniz, siz də bilmirsiniz. Bilmiriksə, həmin məhsulu necə ifadə edirik? X ilə ifadə edirik, bəli. O halda biz deyirik ki, əgər 2-2 oturublarsa və x sayda sıra varsa, deməli, 2 vur x qədər uşaq əyləşib. 2 vur x qədər uşaq əyləşib. 7 nəfər də ayaq üstə qalıb. Ona görə üzərinə gəlirəm nəyi? 7-ni. Bərabər edirəm bunu nəyi? Bərabər edirəm ki, uşaqlar 3-3 otururlar sıralara. Hə? X qədər sıra var idi, amma o sıranın 2 dənəsi boş qalıb. Sıranın ikisi boş qalıbsa, yazıram mən x sıx 2 sıra boşdur, elə deyil. Bəs uşaqlar sıraların neçə əyləşib? 3-3. O halda həmin bu ifadəni vururam nəyə? 3-ə. Ki, uşaqların sayı bərabər olsun bir-birinə. Ali bu tənliyi həll edəcəm. Birinci 2x plus 7 olduğu kimi qalır. 3-ü vururam x-ə 3x. 3-ü vururam mənfi 2-yə mənfi 6. Bundan sonra x-ləri bir yana yığıram, ədədləri bir yana yığıram. Yazıram onda 7, üstə gəl 6, yəni 6 mənfi keçdi, sol tərəf oldu müsbət. 3x çıx 2x. Buradan alıram ki, 13 bərabərdir nəyə? X-ə. Bu deməkdir ki, sıraların sayı 13 dənədir. 13 dənə sıra var. Sualın birinci hissəsinin cavabını tapdıq. Bəs şagirdlərin sayını taparıq. Şagirdlərin sayını isə uşaqlar, ya birinci ifadədə yerinə qoyarsan, ya ikinci ifadədə yerinə qoyarsan. Fərqi yoxdur. Məsələn, birinci ifadədə yerinə qoysan, yazarsan nə? 2 vur 13, üstə gəl 7. Bu neçə eləyəcək? 26, 26 üstə 7, eləcək 33. İkinci ifadədə yerinə qoysaq, 3 vurulsun nə? 13 çıx 2. Yəni nə? Yəni 3 vurulsun 11, bu da bizə verəcək 33. Yəni hər bir halda şagirdlərin sayı eyni alır. Hansı sizə rahat olarsa, sıraların sayını tapdıqdan sonra həmin ifadələri də yerinə qoyub şagirdlərin sayını tapa bilərsiniz. Baxın nümunə 2-yə. 4 uşaqlar oturduqda. 4 oturduqda yazıram nə? 4x üzərinə gəlirəm 6 bərabər olur nəyə? 2 sıra boş qalıbsa yazıram ona x sıx 2 vurulsun nəyə? 5-ə. Çünki 5-5 oturublar axı ona görə. Bu halda alınır 4x plus 6 bərabərdir. 5x çıx 10. Yenə x-ləri bir yana, ədədləri bir yana. 6 üstə gəl 10 bərabərdir. 5x çıx 4x. 16 bərabərdir x-ə. Sıraların sayını tapdım 16. Bəs uşaqların sayını tapacam. Uşaqların sayını hər ikisindən birinə yerinə qoyacam. Gəlin birincidə yerinə qoyaq. 4 vur 16 üstə gəl 6. 4 dəfə 16 nedir? 64. 64 plus 66 da mənə verir 70. Deməli 70 nəfər uşaq var, 16 dənə də sıra var. İndi gəlin birlikdə bunu biz həll edək. Siz videonu saxlayın. Siz bu məsələni həll edin. Ondan sonra mənim izahıma nəzər yetirək. Və mən ilk öncə bunu qoy sizin üçün oxuyum. Burada qısaltmış şəkildə yazmışam ki deyə. Çox da yer tutmasın. Əgər şagirdlər
partalara 4-4 otursa, sıralara 4-4 otursa, 8 tələbə ayaq üstə qalacaq. Əgər uşaqlar sıralara 6-6 otursalar, onda 6 sıra boş qalacaq. Deyir ki, sıraların sayını tap, şagirdlərin sayını tap. Videonu saxlayın, həll eləyin, eyni bu tipdə həll olunacaq. Ondan sonra izahatı gəlir. Siz videonu yəqin ki, saxlamışsınız. Hələ də izləmirsinizsə, mən izahatı yazım. Əgər izləyirsinizsə, videonu saxlayın və özünü sərbəst şəkildə yazmağa çalışın. İzahatı necə verəcəyik biz? 4-4 otururlarsa, yenə yazıram nə? 4x, 8 dəfə ayaq üstə qalır. Plus 8 bərabərdir. 6-6 oturanda 6 sıra boş qalır. Sıraların sayını x demişəm deyə. X sıx 6, vururam nəyə? 6-ya. Bax, bu 6-nı burada yazdım. Bu 6-nı burada yazdım. Mən sıranın sayı çıxılanı burada mötərizənin içində çıxıram. Alıram mən 4x plus 8 bərabərdir 6x çıx 36. Yeşunda 8 üstə gəl 36 bərabərdir 6x çıx 4x. Burada alıram ki 44 bərabərdir 2x-dən, x də bərabərdir 22. Deməli, o demək ki, sıraların sayı 22 dənədir. Uşaqların sayına gəldikdə isə yazıram onda. 4 vur 22 üstə gəl 8. Bu da verəcək. 88 üstə gəl 8 verəcək 96. Deməli, 96 nəfər də şagirdimiz var idi. Mən əminəm ki, siz bu sualı özünüz sərbəst şəkildə rahat yazıb bitirə bildiniz. Və artıq bu mövzu ilə bağlı sizin hər hansı bir imtahanda qarşınıza çıxacaqsa suallar, o halda rahat bir şəkildə bu sualları yaza biləcəksiniz. Mən sizə inanıram və inanıram ki, verdiyim dərs izahları, qısa qeydlər və misal nümunələri sizlər üçün faydalıdır. Video xoşunuza gəldisə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İşiniz avanda olsun. Hələlik.